Beynində qurduğun dünya sənin xarici dünyanı da formalaşdırır. Heç düşünürsənmi necə olur ki, eyni şəraitdə olan insanların bəzisi xoşbəxt olur, bəzisi isə tam əksinə. Və ya niyə bəzən uğur qazanmaq üçün elədiyin hər şey yerli yerindədir, hər şeyi tamamilə etmirsən, amma işlər yolunda getmir. Səncə dünya səni dəyişdirir, yoxsa sən dünyanı? Hər ikisi biraz, amma daha çox dünya məni dəyişdirir dediyini eşidirəm sanki. Bir düşün, əgər beynində mən özümə kifayət etmirəm fikri varsa, sən necə bir həyat qura bilərsən özünə? Bir insan daim özünü dəyərsiz və yetərsiz hiss edirsə, qarşısına çıxan fürsətləri necə qiymətləndirə bilər ki? Heç olub ki, qarşında bir insan sənə dəyər verib, amma sən öz içində bununla barışmamısan, bunu qəbul eləməmisən. Hətta inana bilməmisən buna. O anda sənin içindəki dünya sənə hansı mesajı verirdi? Çünki sənin beynində qurduğun dünya, inandığın həqiqətlər, yaşadığın hekayələr, aldığın travmalar sənin reallığını formalaşdırır. Əgər sənin için qorxu ilə doludursa, sən istənilən uğurda belə narahatlıq axtaracaqsan. Və ya özünü daxilən yetərsiz və kiçik hiss edirsənsə, qarşında sənə dəyər verən bir insan olanda, sən orada xüsusi bir niyyət gözləyəcəksən, düşünəcəksən ki, onun bir marağı var. Bugün ətrafına bax. Dostların kimdir? Gördüyün işin səni sevindirirmi? Münasibətlərində nələr yaşanır? Bunlardan hər biri sən iç dünyanda necə danışırsansa, onun xarici əks sədasıdır. İndi sənə bir sual. Həyatında dəyişiklik istəyirsənsə, səncə ilk addımı hardan atmalısan? Bəli, təbii ki, daxildən. Mən dəyərsizəm, yetərsizəm düşüncəsi yerinə, mən özümə yetirəm təfəkkürünə keçərək. Mən təkəm, tənhayam, kimsəm yoxdur təfəkkürü yerinə, mən özümə yetirəm düşüncəsinə keçərək. Bəzən həyatımıza dəyişiklik eləmək üçün bir fürsət gözləyirik, başqa insanları gözləyirik, bir mühit, bir şərait. Acı da olsa reallıq budur ki, bayaq vurğuladığım kimi, xarici dünya bizim daxili dünyamızın əksidir. Və biz daxili dünyamızda dəyişiklik eləməyə başladığımız zaman o əks sədanı ətrafımızda da hiss eləyəcəyik. Ona görə də bugün həyatındakı münasibətlər, insanlar, gördüyün işin, həyat tərzin səni qane eləmirsə, bu sənin zəif və yetərsiz olduğun üçün deyil. Sadəcə daxilindəki düşüncə sistemi yoxlamağın vaxtıdır. Deyəcəyim 3 şeyə diqqət et. Birincisi, hansı inancların sənə xidmət edir? İkincisi, hansı inancın səni eyni döngüdə saxlayır? Və üçüncüsü, hansı qorxu sənin gələcəyinə mane olur? Cavablar çətin deyil. Amma onları eşitmək üçün özünlə bir baş-başa qalmalısan. Çünki dəyişiklik fərqindəliklə başlayır. Özündən müğayət ol, salamat qal.